Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə birlikdə ümumi birja analizinə baxacağıq. Birjada vəziyyət necədir, gələcək gözləntilərimiz necədir, onları incələyəcəyik. İlk olaraq istəyirəm S&P 500 qrafikinə baxaq. S&P 500 sizə dediyim kimi, sizə ən son videoda 6800 səviyyələrində demişdim ki, dəstəyin üstünə atıb və dəstəyin üstünə atdığı müddətcə problem yoxdur və yeni all time high yoxlaya bilər. Və gəldi yeni all time high elədi. Hal-hazırda da keçmiş rezidans nöqtəsinin üstündədir. Hətta belə baxsaq, keçmiş rezidans nöqtəsinin üstündədir. Bunun altına atmadığı müddətcə heç bir problem yoxdur. Yeni all time high'lar eləməyə davam edə bilər. Və nə zaman qorxa bilərik? Artıq bu 20 günlük və 50 günlük EMA-lar qırıldıqda 100 günlük EMA-ya qədər düşüş yaşaya bilərik və 6700 səviyyələrinə qədər geri çəkilmə yaşaya bilərik S&P 500-də. İstəyirəm Nasdaq qrafikinə baxaq. Deməli, Nasdaq 100 indeksində hal-hazırda vəziyyət necədir? Sizə burada düşən trend çəkmişdim. Hələ də o düşən trenddən rədd yeyib, amma hələ də buradan başlayan yeni bir yüksələn trend də var. Ana trend düşən trend olsa belə, bu böyük bir trend xətti deyil. Əgər 25800 səviyyələrin üstünə atsa, yenə all time high gedəcək və burada ilkin rezidans səviyyəmiz əgər trend qırılarsa 26100 səviyyələrdir. 26000 hətta dəqiq deyimsə 156 səviyyələri bizim rezidans səviyyəmiz olacaq. İlkin dəstək səviyyəmiz isə 20 günlük EMA 25410 səviyyəsi ilkin dəstək səviyyəmiz olacaq. İstəyirəm Bitcoin qrafikinə baxım. Demək, Bitcoin-də vəziyyət necədir? Bitcoin-də istəyirəm ilk olaraq həftəlikdə göstərim sizə Bitcoin. Mən qrupa da atmışdım ki, premium qrupumuza Bitcoin-də həftəlik qırılmadığı müddətcə problem yoxdur. Baxın, hələ də həftəliyin üstündədir. Həftəlikdə bizim yüksələn trendimiz var və bu düşüş trenddən yenidən dəstək almağa gəlmək kimi görülə bilər hələ ki. Trend qırılmadığı müddətcə, altında həftəlik bağlanış gəlmədiyi müddətcə. İstəyirəm bir də bu qrafikə günlükdə baxaq. Demək, günlük qrafikdə bunu silim artıq bunu gördük. Günlük qrafikdə nə görürük? Burada 2 dənə dip var. Burada yüksələn trend başlayıb. Burada isə təpə nöqtədən düşən trendimiz var bizim. Və hal-hazırda burada sıxışma gedir. Görürsünüz, artıq sıxışmadır. Əgər düşən trendin üstünə atmağı bacararsa, buradan yeni bir yüksələn trend başlaya bilər və ilkin burada demək bizim rezidans səviyyəmiz olacaq bizim 93800, 94000 səviyyəsi. Əgər o səviyyədə qırılarsa, 98000 səviyyələri bizim rezidans səviyyəmiz olacaq. 99000. Bu səviyyələr bizim ilkin rezidans səviyyəmiz olacaq. Hələ ki Bitcoin-də də problem yoxdur. Əgər bu yüksələn trend qırılarsa, artıq yeni dip axtara bilərik. Düşən trend qırılarsa, yeni high səviyyələrinə gedə bilərik. Bitcoin qrafikində belə, Ethereum qrafikinə baxaq sizinlə birlikdə. Demək, Ethereum qrafikində nə görürük? İlkin dəstək səviyyəmiz 2700 səviyyəsidir. Rezidans səviyyəmiz keçən videoda dediyim kimi 3068 səviyyəsidir. Baxın, 3068-ə gəlib oradan rədd yeyib, hal-hazırda orta nöqtələrdədir. Bu 20 günlük EMA-nın qırılması və 3068 bölgəsinin üstünə atılması bizi yeni yüksək səviyyələrə, yeni high səviyyələrinə apara bilər. Baxacağımız ilkin rezidans səviyyəsi bizim burada keçmiş high səviyyələri olan 3300 səviyyələri olacaq. İndi MicroStrategy qrafikinə baxaq. Əslində MicroStrategy-də çox böyük bir dəyişiklik olmayıb. Sadəcə qrafikinə baxsaq, burada dəstək səviyyəmiz 155 səviyyəsidir. 155 səviyyəsindən də iynə atıb, hələ altına düşməyib. Altına düşmədiyi müddətcə problem yoxdur və MicroStrategy burada 20 günlük EMA-nı görürük. 20 günlük EMA-nı keçə bilmir. Baxın, ən sonda 20 günlük EMA-ya iynə atdı, oradan düşüşə davam elədi. Əgər Bitcoin düşən trendi qırsa, əminəm ki, 20 günlük EMA-da qırılım baş verəcək. Ən azı 280 bölgələrinə qədər yüksəliş yaşaya bilərik. Buna görə MicroStrategy tutmaq istəyəcəyim səhmlərdən biridir və daha sonra baxmaq istədiyim səhmlərdən biri demək, Nvidia olacaq. Nvidia grafikinə baxdıqda biz bu hissənin hansı ki, sizə keçən videoda demişdim dəstək səviyyəsidir. Bu hissələr. Bu hissələrdən reaksiya alıb və yeni high səviyyələrindən biri olan 196 səviyyəsinə doğru irəliləyir. Çox güman ki, hərəkət əgər bazar yönü hələ də yuxarı davam edirsə, bazarda satışlar davam eləməzsə, 196 səviyyəsində qıra və ya burada bir müddət stabil hərəkət eləyib, daha sonra qırılım baş verə bilər. Qırılımdan sonra bizim gedəcəyimiz səviyyə, rezidans səviyyəmiz keçmiş high səviyyəsi olan 211 səviyyələri olacaq. Sonra baxmaq istədiyim hissələrdən biri Tesladır, hansı ki all time high elədi.
az desə o səviyyələrdə gözləyir. Baxın, burada keçmiş all time high səviyyəsi rezonans kimi sizə demişdim çıxış eləyəcək. Burada da rezonans kimi çıxış eləyib. Hələ ki ilkin dəstək səviyyəmiz bizim 467 səviyyəsi olacaq. 467-nin altına atmadığı və 20 günlük EMA-nın altına atmadığı müddətcə problem yoxdur. Tesla-nı almaq istədiyim qiymət 412 aralığıdır. Əgər 412 aralığına gəlsələrsə Tesla alacağam. Əgər 489 səviyyəsinin üstündəsə, günlük qapanış eləsə, yenə yeni all time high səviyyələrinə gedəcək səhim. Sonra baxacağımız səhmlərdən biri Amazondur. Amazonun qrafikinə baxmaq istəyirəm. Amazon bir müddətdə stabil gedən səhmdir. Burada düşən trend var idi. Düşən trendimiz var idi. Düşən trendimizi qırıb oradan yaxşı yüksəliş verib bizə. Əgər keçən videomu izləsəydiniz, burada 100%lik bir yüksəliş əldə edə bilərdi. Hələ başlanğıc olaraq gedəcək. Bölgə 236 səviyyəsinə qədər yüksəliş davam edə bilər. Əgər bazar yönü düşməyə doğru olmazsa, indekslərdə düşüş baş verməzsə, bir müddət bu səviyyələrdə qalıb, daha sonra qıra bilər bu səviyyələri. İlkin dəstək səviyyəmiz 230 səviyyələri ilkin dəstək səviyyəmiz olacaq. Sonra Intel maraqlı olur bir çoxumuz üçün. Intelə baxmaq istəyirəm. Intelin qrafikini biraz qarşı çəkmişəm, silim, yenidən bir yerdə analiz edək. Demək, Inteldə baxacağımız ilkin dəstək səviyyəmiz bizim burada 33 səviyyəsi ilkin dəstək səviyyəmiz olacaq. İlkin rezonans səviyyəmiz isə bizim burada 38 səviyyəsi rezonans səviyyəmiz olacaq. Inteldə lap əvvəlki qrafikdən baxsaq, bunu bir həftəliyə alsaq, baxın, burada bir düşən trend görürük biz. Burada düşən trend görürük biz. Hətta bunu artıq belə də çəkə bilərik. Düşən trendimiz var. Bu trendin üstünə atmağı bacararsa, yeni high səviyyələrinə gedə bilər və orada ilkin rezonans səviyyələrimiz 56 səviyyəsində ilkin rezonans səviyyəmiz olacaq Intel üçün. Baxın, bu səviyyələr ilkin rezonans səviyyəsi olacaq. Yox, əgər düşən trendi qıra bilməsə, ilkin dəstək səviyyəmiz 33 səviyyəsidir Inteldə. Və Rocket Lab da satışıyıb. Rocket Lab'ın qrafikinə baxaq. Biz Rocket Lab'ı 79 səviyyəsində yaxşı kar almışdıq və hal-hazırda tutmağa davam elədiyimiz səhmlərdən biridir premium portfeldə. Bu qrafikin əslində yaranmasını heç xoşlamıram. Baxın, burada baxsaq ikili təpə var. Birinci təpə, ikinci təpə. Əgər bu təpənin üstünə atmağı bacarmasa, burada ikinci təpə yaranacaq və 30 səviyyələrinə qədər geri çəkilmə görə bilərik. Əgər bazarda düşüş başlayarsa, ən yaxşı ehtimal burada ikili təpə yaratmayıb, qrafik yüksəlməyə davam etməsi olacaq bizim üçün və bu həftəlik də olacaq əgər yaransa ikili təpə. Bir də Iron səhminə baxmaq istəyirəm. Iron tutduğumuz səhmlərdən biridir. Bunu 4 saatlıq qrafikə alım. 4 saatlıq qrafikdə keçmiş səviyyəsi 33 səviyyəsindən dəstək aldı. Ümumi gəldi ana rezonans səviyyəsi olan 39 səviyyəsinin üstünə atdı. Hal-hazırda həmin səviyyəni dəstək olaraq işlədir. Bizim ən yaxşı ehtimalımız 39 səviyyəsinin altına atmamağı və yeni zirvə olaraq 49 səviyyəsinə getmək olar. Bu arada high və zirvə deyərkən keçmiş düşən trendin başlandığı hissəni deyirəm. Məsələn, bu hissədən sonra yeni dip gətiribsə, yeni high dedikdə bu hissəni nəzərdə tuturam mən. Bunu bir dənə deyim ki, sonra all time high ilə qarışdırmayaq bunu. Və son olaraq Nebiusa baxacağam. Nebiusa da option qrafikdir. Demək, burada gəldi 76 səviyyəsindən, burada bir dəstəyimiz var, bunu çəkməmişəm. 76 səviyyəsindən reaksiya aldı, burada gəldi biraz eyni Iron'da olduğu kimi gəldi EMA-lara, EMA-lardan rədd idi. Hal-hazırda dəstəyin üstündədir. Dəstəyin üstünə qaldığı müddətcə problem yoxdur. İlkin rezonans səviyyəmiz 103 səviyyəsi, ilkin dəstək səviyyəmiz isə 87 səviyyəsidir. Qırılma verərsə 76 səviyyəsinə qədər yenidən geri çəkilmə görə bilərik. Bugünlük bir video bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.